Deməli, indi qulaq asın burada ümumiyyətlə hər bir imtahanda vaxt aparan suallar sxemlə olan və digər suallardır. Birinci növbədə ümumi standart hansı misallar sxemləndir, onları da izah edəcəm və başqa PDF-dən də bu sxemə uyğun bir sual açacağım. Birinci növbədə normal, indi burada hamısını tapıb olur, gəlin bunu deyim, bu biraz daha yaxşıdır. Deməli, sxemlə olan suallar nə deməkdir? Yəni, əgər bizə müəyyən misallar verir ki, 5 nəfər dostdur, 5 dənə də ixtisasa malikdirlər. Burada və yaxud hər hansı ixtisaslar da verməyə bilər. Yəni, deyir ki, 5 dənəsi gedir toralı, hərəsi bir rəngdə, hərəsi bir şey deyə bilər. Amma bu misallarda məsələ nədir? 4 nəfərsə 5-in 5-ə qursunuz. 5 nəfərsə cədvəli 6-in 6-ya qursunuz. Nə olsun, bir vaid artıq götürsünüz. Deyəcəm niyə? Bircə saniyə. Deməli, biraz onu balacalaşdıraq. Həmişə, bax, bu hissəni var, bu hissəni boş saxlayırsınız. Yəni, buradan başlayırsınız yazmağa. Kimlər var? K, L, M, N, F var. Və ixtisasları da buradan yazıram. Deyir ki, menecer var, müəllim var, sürücü var, sonra mühəndis var, bir də həkim var. Belə. Dediyim kimi, bir vaid artıq ona görə götürür ki, bunu siz belə buradan yazsaydınız, bu K uje menecerdir, müəllimdirmi, plus minus qoya bilməyəcəkdik. Belə həmişə götürsün. Və şərtlər buradan başlayır. Deyir K menecerdir, ya da ki mühəndisdir. Bu ya məsələlərində sual işarəsini istifadə eləməz. Yəni, bax deyir ya sual işarəsi, ya menecerdir, ya mühəndisdir. O demək ki, nə ola bilməz? Onları da aktivləşdirməz. Yəni, müəllim ola bilməz, sürücü ola bilməz və həkim ola bilməz. İkinci, M müəllim deyil. Bu asan cümlədir. M ilə müəllimin kəsişdiyi xanaya nə qoyuram? X qoyuram. İndi məntiq buradan başlayır. Deyir MF qadındır. Və sonra deyir ki, həkim qadın deyil. Nə demək istəyir burada? Deyə bilərsiniz? MF həkim deyil. Bəli. Çünki sizə onu bildirir də. Prosta cümlənin normal asan demir, çerez-çerezdir. Yəni MF həkim ola bilməz. Çünki MF qadındır, həkim qadın deyil. Ona görə MF-ə, həkimə X qoyuruq və eyni qaydada sonuncu cümlədə də məntiq var. Mühəndis sürücü kişidir. Bu nə deməkdir bəs? K kişidir. MF ola bilər. Yox, ancaq MF-lə əlaqələndirin. Siz niyə başqa şeydir? MF MF-dən başqa hamısı bəli, bəli. Yəni emir o kim nə həkim ola bilməz, nə də mühəndis sürücü. Çünki bunlar ikisi qadındır, bunlar hamısı kişidir. Ona görə məntiq bu da budur. Deməli MF artıq mühəndis sürücü də nə edəcək? X qoyacaq. F-ə də mühəndis sürücüyə X qoyacaq. Artıq sual indi bu idi olmağına. Deyir M-in peşəsi nədir? Sualın cavabı çıxsa da nə oldu M-in peşəsi? Menecer. Müəllim. Bir dənə menecer. Bir dənə plus gördünüzsə, onu hər yerini x-samalsa, onu yaddan çıxartmayın. İndi baxaq görə hara kimi gedə bilir. Bəs indi mən K-nı x-sadımsa, bunu. Onda K-nın peşəsi nə olacaq? mühəndis. Mühəndis olacaq. Plus qoyan üçün bir daha deyirəm, hər yerini x-samalsız belə. Bir də ki, F-i tapa bilirik burada. 4 dənə x olduğuna görə F də nədir? Müəllimdir. Eşən bəy K nəyə görə mühəndis oldu? Bir dənə plus qaldı da burada ona görə. K ya menecer idi ya da mühəndis. Menecerə X getdiyinə görə, çünki bir dənə plus varsa, plusun yenə deyirəm, hər tərəfi nə olmalıdır? X olmalıdır. Yəni burada bir dənə plus menecerin kim olduğunu tapdıq bayaq. Menecerin M olduğunu tapdıqsa, bəs burada nə deyirdi? Deyir K ya menecerdir ya da ki mühəndis. Bəs meneceri X qoymusansa, onda məcburən nə olacaq K? Mühəndis olacaq. Amma bilirik indi L-lə N-in nə olduğunu heç kim bilmir və tapa da bilməzsiniz. Yəni, indi istəyən çəkə də bilər. Mən təbii ki, yenə izah edəcəm və biraz bu hissələri daha çox izah edəcəm. Deməli, burada bax, xoşum gələn sual elə PDF-də də var idi. Bizim PDF-də də var. Bu aprelin qəbuluna da düşən sualdır. İmtahan sualdır. Elə bir şey belə düşür, çox var. İki formatı. Bir həmin o vaxt aparan, bir də belə standart plus minus qoyulan misallar. Bir saniyə.
Xoşum gələn sualdır. Bunu da sxemlə deyəcəyik. Amma sxemin neçəyə quracaq, onu mənə siz deyin. 5 nəfərdir. Neçə? 6. 6 6. nəfər bir sxem qurmalıyıq. İndi burada da hərəsi bir deməli tilov alırlar. Tilov fərqli rəngdədir, belə deyək. Başlayaq yazmağa. Ceyhun, Nadir, İsa, Həsən, Həsən dillərini dəyişim deməli, Həsən və Toğrul. Fərqi yoxdur. Adı buradan yazsız, rəngləri oradan heç fərqi yoxdur. Ağ, qara, sonra qırmızı, yaşıl, bir də ki göy. Belə. Bax, bir daha deyirəm. Diqqətli olun. Və ya deyirsə, bax deyir ki, Ceyhun qırmızı və ya göy rəngli tilov alıb. Onda sual işarəsi qoysun həmin dediyi şeylərə. Qırmızı və ya göy rəngli. O demək ki, digərləri nə edə bilməz? Ola bilməz. Bax, məntiq budur. Bax, ixtisarı qoysun. Həsən göy və ya yaşıl rəngli alıb. Həsənə göy və ya yaşıl rəngə nə qoyduq? Sual işarəsi. Tamam. Buna da. Amma digərlərinə nə qoymalıyıq? X qoymalıyıq. Belə. İndi əsas şərt o birini deyəcəm. Nəysə, Toğrulun tilovu ağ deyil, bu normaldır. Toğrulun tilovuna X qoyduq, ağa. Əsas bax budur. Deyir ki, İsa yaşıl rəngli tilovu alıb. Artıq biz birini dəqiq bilirik. Mən sizə bayaq nə dedim? Əgər İsa'da dəqiq yaşılsa, bir dənə plus varsa, ona hər yeri nə olmalı dedi? X olur. X. Birinci Həsənə başlıca. deməli böyükdür ondur. İndi qoy bir dənə bana x-yə hamısı. Bax, sütunu x-ladım. İndi sətiri x-layıram. Artıq bunu da x-layıram. Bir dənə plusu əliyik. Artıq Həsəninki çıxdı. 4 dənə x varsa, Həsəndə məcburən nə olacaq? Göy rəng. Göyürəm. Yenə hər yeri Göyürəm. x-layıram. Baxın, Həsənin də hər yerini buranı da. Bax, göyü də x-layanda artıq Ceyhundakı çıxır. Qırmızı. Ceyhundakı da nə olur? Qırmızı olur. Yenə də hər yerini x-layıram. Və Toğruldakı da məcburən bir dənə plus qaldı bu da. Və hər yerini x-siz, Nadirə də nə qaldı? A qaldı. Hı. Belə bir şeydir. Amma dediyim kimi, mən nə qədər eləsəm də bunların 90% sizdən asılı. Çünki oradakı şərtləri, məsələn, düzgün başa düşmək lazımdır, düzgün oxumaq lazımdır. Və ya deyəndə yapışdırmaq lazımdır plusu. Və ya ola bilər. İkisindən biri deməkdir. Amma dəqiq deyil deyəndə x qoyuruq. Dəqiqdir deyəndə də plus qoyuruq. Bir dənə plusu hara qoyursunuz, hər yerini x zamalısınız. Mən hər bir şey eləyirəm. İndi bu PDF-də olmasa da bu Sokarda 50 dənə sual var. Əvvəl məntiq hər yerə düşür da. Orada qəşəng bir mətn var. Bu sxemlə olan. Çox xoşuma gələn bir sualdır. Yəni məntiqi özü asan sual deyil da. Ona görə bunu özüm izah edirəm. Deməli. Bir saniyə. İndi sual lazım deyil. Biz onun hamısını tapacağıq. Bir dənə mənə deyin neçəyə qura başlayaq. Neçə? Onun ona. Nə? Onun ona. 10 Altı. Allah sürüsün. 6. 4 dənə Altın qab altı. var, 4 dənə də mayı var. Onun ona var. Stəkan, Stəkan var, şüşə qab var. qab. Hə, Bir dəqiqə. 4-5 dənə Ha, var. ha, Mən şüşə qabı ayrı götürmüşəm. Mən də ayrı Stəkan, şüşə qab, dolça və butulkadır. Dolça Su, butulkadır. 5 limonad dənə var. Bir dəqiqə. var. Adına. Bir saniyə bir dənə danışım. Stəkan, şüşə qab, dolça və butulka. Bu qabdır. Süd, limonad, kvas və su da mayelərdir da. 4 dənə də Allah söyləyir. Onun ona nədir burada? Kökündən vurduz. Yenə də 5-in 5-ə. Yəni burada problem bir şey yoxdur. Bir də bəzən tələbələr deyir ki, stəkan, şüşə qab, dolça və butulkada süd, limonad deyir. Müəllim, butulkada süd var deyir da. Butulkada süd var demir. Deyir ki, dolça və butulkada süd, limonad, kvas və su vardır. Yəni hərəsində biridir. Nəysə, başlayaq buradan. Deməli, bu stəkan. Səni bunları yazaq. Bu şüşə qab, bu dolça, bu da butulka. Buradan da yazırıq. Su, kvas, limonad və süd.
İki dənə şərt asan şərtdir, iki dənə şərt çətindir. Mən bu çətinliyə görə açmışam bu sualı. 1 ilə 3 asandır. Su və süd butulkada yerləşmir. Butulkanın qabağında bilirsiniz, suya da X qoyduq, südə də. Şüşə qabda nə limonad var, nə də ki su. Şüşə qabda nə su ola bilməz, nə də limonad. Bu normal şərtdir. Bəs ikincidə nə demək istəyir? Deyir limonad olan qab dolça ilə kvas olan qabların arasında yerləşir. Nə demək istəyir bu? Kim deyər? Limonad olan qab dolça ilə kvas olan qabın arasında yerləşir. Bizə nə bildirmək istəyir? Şüşə qabda. Limonad dolça ilə və kvasda deyil. Şüşə Başqa qabda. qabdadır. Şüşə qabı qatmayın, başqa qabı qatmayın. Əsas bu cümlənin özünü deyin. Nə dedin Arzu bir dedi? Limonad dolça ilə kvasda deyil. Kvasda deyil nədir? Kvas özü sudur. Allah. Düzdür. Qabla Yəni dolçada. adı çəkilən mayelər heç vaxt adı çəkilən qabda ola bilməz. Yəni limonadla kvas dolçada ola bilməz. Gözləyin bir dənə. Bilirəm ki, yaxşı başa düşmədiniz. Baxın, deyir ki, limonad olan qab. Bax, yazıram bura, limonad, amma bu hansısa qabın içindədir. Deyir ki, kvas olan qab, kvas özü mayedir. Kvas. Kvas olan qabla dolçanın arasında yerləşir. Bax, bunu demək istəyir sizə. Nə deməkdir bu? Yəni, bu dolçanın içində nə limonad ola bilməz, nə ola bilməz. Başa düşün. Kvas ola bilər. Adı çəkilən mayelər, adı çəkilən qabda ola bilməz. Bu cümlələr bilsin niyə çox verilir? Deyir ki, o qədər belə suallar var. Deyir ki, Pərvanə sarı paltarlı qızla qırmızı paltarlı qızın məsələn ortasında əyləşib. Və yaxud sarı paltarlı qız qırmızı ilə Pərvanə ortasında əyləşib. Nə demək istəyir? Deyin görək. Yəni Pərvanə sarı qırmızı paltar geyinə bilməz. Bəli, nə sarı geyimib, nə də qırmızı. Yəni bunu istəyir Qırmızı. sizdən. Bir daha o şimdi deyək, daha o şey plus minusluk var. Deyir ki, limonad olan qab, kvas olan qabla dolçanın arasında yerləşib. Bu demək ki, dolçada nə limonad ola bilməz. Bax, məntiq budur. Nə Nə də kvas. ki, kvas ola bilməz. Və həmin şərtə oxşayan bir dənə şərt var. Görün, indi bunu düzləyəsiniz. Deyir, stəkan, yazıram bura, stəkan. Və qabla, burada. Qabla, şüşə qabla. Nəyin arasında yerləşir? Süd olan hansısa qabın arasında. Süd stəkanla şüşə qabın içində yerləşir. Nə stəkanda, nə şüşə qabda ola bilməz Adı bunda. çəkilən maye, adı çəkilən qablarda ola bilməz. Düzdür. Deməli, stəkanda süd, Süd. bir də ki, şüşə qabda süd ola bilməz. Artıq cədvəl hazırdır. 3 dənə X var. Dolçadadır. Onda süd hardadır? Dolçadadır. Dolçada. Bir dənə filosu qoyanda hər yerini X samaq yaddan çıxmasın. X-də. Onda suyumuz da məlum ki, su Stəkanda. məcburən stəkandadır. Hər yerini X qoyuruq. Limonad da artıq tapıldı ki, limonad butulkadadır. Hər yerə X qoyuruq. Bax, dediyim budur. Bax, mənə qulaq asın. Bu özü bir, yəni bu hissədə məntiqdir. Mən indi deyirəm, bax, görürsünüz, biraz çətin sualdır. Bəzi tələbə deyir ki, müəllim, niyə bu normal demir, 1 ilə 3 kimi şüşə qabda və stəkanda südü yoxdur? Mən də deyirəm ki, normal desə olur asan sual. Deməyəndə də olur çətin sual. Belə bir şeydir. Və xoşum gələn sualdır. Samballı sual olduğuna görə bunu həmişə belə izah edirəm. Bu belə. Bağlayaq bunu. İndi qaydaq bura. Bir də ki, sizə YouTube-da atacağım. Ona da baxarsınız mütləq. Deməli, bir də bir magistr bir dövlət qulu sual var. Deməli, deyəcəm 33 magistr imtahan sualdır, 32 dövlət qulu. Bəs həmişə elə sxem olur? Xeyr. Həmişə sxem olmur ki. Deyir ki, bunu bir dənə o biri PDF-ə köçürdüm. Bir saniyə. Deməli, deyir ki, 3 tələbə imtahandan sonra aşağıdakı fikirləri söylədilər. Mahmud dedi ki, mən 5-ə layiq yazmamışam. Zaur dedi, mən 5-ə layiq yazmışam. Hidayət dedi ki, 3-ə layiq yazmamışam. Deyir, sonradan müəyyən olundu ki, tələbələrin dediklərindən yalnız biri doğru deyil. Deyir ki, elə bir variant götür ki, biri doğru nə deməkdir? Biraz bunu başa düşünün. Onda ikisi yanlış deməlidir bizə. 2 yoxdur da cavablarda. Ancaq 3, 4, 5-dir. İndi birinci bu analiz ilə sonra başlayalım. Mahmud deyir, mən 5-ə layiq yazmamışam. Mahmuddan neçə gözləyirəm?
3, 4. 2, 4, 3 yox Veya da dört. 3 veya 4. Hə, 3 belə ya da deyək. 5'ten aşağı. Deyir ki, Zaur deyir mən 5'i like yazmışam. Neçə gözləyirəm Zaurdan? 5. 5, Elə 5. Hidayət də deyir ki, mən 3'e like yazmamışam. Nə ola bilər? 4, 5, 4, 5. 4, 4, 5. 5. İndi bax diqqətli olun. Deyir ki, verilən variantların ikisi yanlış olmalıdır, amma biri doğrudur. A bəndi. Bəzən tələbələr nə səhv edir? İndi A-nı yoxlayaq. Mahmud deyir mən 5'e like yazmamışam. Amma 5 alıb. Düz deyir, səhv deyir. Mahmud. Səhv. Səhv Səhv isə deyil. A bəndini silək, yoxsa Mahmuda minus qoyaq. Mahmuda minus. Mahmuda. A-nı silmir ha. Onsa bizə 2 dənə səhv lazımdır. Burada diqqətli olun. Zaur deyir 5'e like yazmışam, amma 4 alıb. Bu da anladı. Hidayət deyir ki Səhv. 3'e like yazmamışam, amma bu da 3 alıb. İndi bizə Səhv lazımdır doğru. ki biri doğru olsun axı. Doğru. Bax variant 2 yoxdur. səhv İndi değil lazım. Qulasım izah edən hamısını. B bəndidir amma cavab, amma necə cavab oxuyaq. Mahmud deyir ki 5'e like yazmamışam, amma 5 alıb. Göz qaytarıb. Zaur deyir 5'e like yazmışam, amma 3 alıb. İndi Hidayət nə deyir bəs? Soruşuram Hidayətdən, deyir 3'e like yazmamışam da. Onsuz da mən beynimdə nə gözləyirdim Hidayətdən? Ya 4 ya 4 5. ya 5. Artıq bu nə deyir? Düz. Düz deyil. İndi gözləyim bir dənə. Cavab nə oldu burada? B. B. Düzdür. Bəs yaxşı, gəlin biz C-ni də deyin də elə belə yoxlayaq, anlaşımız olsun. Mahmud düz deyir, səhv deyir. Düz değil. Bəli, 5'e like yazmayıb da 3 ala bilər, 4 ala bilər. Zaur, Səhv deyir. Səhv değil. Hidayət, Düz. Düz değil. Düz değil. Hidayət. Onda 2 dənə doğru oldu. Bəlkə imtahanda sabah deyəcək ikisi doğru olan. Ona görə bu magist sualında da tələbənin neçəsi demək, bir ikisi eyni boş-boş eyni səhv eləmişdi. Nə səhvi deyəcəm. Biri səhv çıxanda götürüb variantı səhv çıxardırlar. Variantı səhv çıxartmırsa bir qabağından minus qoyursunuz. Baxın. Deyir ki, eyni vəziyyətdir. Eyni vəziyyət. Deyir ki, ezam göndərdilər 3 nəfər və ezamla bağlı katibə aşağıdakı fikirləri səsləndirdi. Amma sonradan məlum oldu ki, katibənin dediklərindən yalnız biri doğrudur. Eyni sualdır. Yəni bizə lazım ki, biri doğru, amma ikisi yanlış olsun. Başlayaq A bəndindən. Deyir ki, Tural Lənkərana getməyəcək. Amma öyrənirəm ki, Tural Lənkərana gedib. Düz deyir, səhv deyir. Səhv değil. Səhvdirsə A-ya minus qoyaq, yoxsa Turala. Tural. Sonra getdi Rahimə. Deyir ki, Rahim Lənkərana gedəcək. Amma öyrənirəm ki, Gəncəyə gedib. Bu da anladır məni. Deyir, Nicat deyir, Gəncəyə getməyəcək. Doğru. Sonra gedib Şəkiyə. Onda Şəkiyə bizim elə gedib. cavab A bənd oldu. Mənə qulaq asın. Deyəcəks, mənim səhv elimlə götürüblər. Tələbələr 2 dənəsi. Deyir, müəllim, A-nı belə sildim, keçdim B-yə. B-də gördüm 3 də düz deyir, B götürdüm. Baxın bir dənə B-yə. Turan Lənkərana getməyəcək. Düz deyir. Getməyib. Rahim Lənkərana gedəcək. Düz deyir. Lənkərana gedib və Nizah Şəki Gəncəyə getməyəcək. Düz deyir. Amma cavab B deyil axı. Bizə deyir ki, biri doğru olsun. Bilir. Bizə desəydi ki, 3'ü doğru olsun da B götürməliyik. Həmin tələbələr bura fikir vermir. Deyir, müəllim, səhvliklər var idi. Bir dənə B-də hamısı düz olduğunu B yazdım. Anladınız məni? Orada düz. Bura həmişə fikir verir. Bəlkə deyəcək ikisi doğru olan, bəlkə 3'ü də doğru olan və s. Bu da belə. Hər şey ona görə deyirəm, sxem deyil, ümumi mətin misallardır. Bir saniyə. Deməli, burada yadımdan çıxmamış bu deyim. Çətin suallardan biri də 51 var. Deməli, bir saniyə. Xoşlayıram bu sualı məndə. Ona görə xoşlayıram ki, çox adam səhv eləyir. Deməli, burada bir-iki də anlayışlar var. Bunu izahın başlayalım. Bizə deyir ki, burada elin finişə çatma sırasındakı yeri Q və elin arasındadır. Yəni, yalnız ehtimal budur. Belə ola bilər sıra, yoxsa dəyişə də bilərik. Lırıqı da Eli olabilir. də Eli birinci qabağa yaza da bilərik. Mən istədiyim odur ki, bu tipli suallarda filan kəssən filan kəsin arasında əyləşib deyəndə o Əli Vəliyin də ortasında əyləşə bilər, Vəli Əliyin də. Ona görə sıralama belə də ola bilər. Başa düşün. Sonra deyir ki, buranı oxuyuram. Deyir ki, K ilə Q arasında 2 nəfər idmançı olur. Yazıram K 2 sual Q və ya tərsinə nə olur? Q 2 sual K.
Həmişə də cədvəl yazanda mütləq şəkildə, bax cədvəl quranda 1-dən 5-ə kimi yazacaqdınsa 5 idmansıdır. Amma 2 mərhələli yazırıq burada. Həmişə. 2 mərhələ o demək ki, 2 ehtimal olur da. Ya QRL ehtimal olur, ya da RQ və yaxud ya KQ, ya da QK. Ona görə. Amma burada təbii ki, bir ipucu verməlidir. Deyir ki, P yarışı birinci yerdə bitiribsə, neçəsi mütləq səhvdir? Baxın bir dənə. P-ni burada da yazıb ehtimalını yaradıram. Yaxşı, birini yazıb sonra o birinə keçək. İndi K ilə Q arasında 2 nəfər var. Yazıram K, burada Q. Bir də ki, deyir ki, QRL və yaxud LRQ. Onda nə yazaq bura? Çünki R deyir ki, L ilə Q-nun arasındadır. Bəs ancaq ehtimal budur, yoxsa yerində dəyişə bilərəm. Buna görə Yazdım. aşağıda ikinci epizodu yazdım. KQ-nü yox, nə yazıram? QK-nı. Və bir də ki, LRQ-nü yazmışam, bu qalıb da QRL. Bax, bunu demək istəyirəm ki, iki ehtimal yazılmalıdır. Ondan sonra başlamalıyıq. Deyir ki, neçəsi mütləq səhvdir. Başlayaq birdən. Q finişə 4-cü çatan idmançı olmuşdur. Deyirsiniz ki, müəllim, heç bir halda 4-cü çata bilməz Q. Yəni, bu bir nədir? Mütləq səhvdir. Bizdən də mütləq səhvləri istəyir. Deyir ki, K ikinci yerdə bitirmişdir. Tələbə deyir ki, müəllim, bu da səhvdir da, 2-də bitirməyib baxıb. Bəs 2-də bitirə bilər axı. Mütləq səhv deyil. Ona görə bilmirəm deyənə götürməm. Mütləq səhv deyil. Deyir, L üçüncü olub. Olmaya da bilər, amma ola da bilər axı. Götürmürəm. Və R-in finişə çatma sıra Q-dən əvvəldir. Təbii ki, E Q-dən əvvəl ola da bilər, olmaya da bilər. Olmuşdur. Yəni, Mütləq mütləq deyil deyənə götürmədi. Cavab nə oldu burada? Yalnız Birinci. 1 oldu. Qəşəng bir sualdır, amma dediyim kimi, belə filan bu misallarda çalışın 2 ehtimal yazın. Yəni, məntiqlə də elə olmalıdır. O dəqiq bilinmir axı. Bu da belə getdi öz işinə. Bir saniyə. Burada bir dolma məsələsi var. Acımamısınızsa bu misalı izah eləmək istəyirəm. Çox qəşəng sualdır. Amma yalandan deməyim dövlət pulunudur. Bu magistr imtahan sualdır. Hardasa 7-8 il qəbulundur. Özü bu sual 2 dəfə düşüb. Prosu indi hər şeydə eyni suallar düşür da. İndi deyəcəm 52 magistrındır. Amma burada eyni sualı adam adlarına vermişdilər. İndi onu da lap keçib eləyərək. Hə, bax bu 29 restoranda. Bu da dövlət pulunun sualıdır. Orada adlarla verib, burada şeydir, insan adı orada, burada eləcə yemək adlardır. Qəşəng şərtlər var. Deyir ki, o üçün bu qədər yemək verilir. Hər gün yeməklə aşağıdakı şərtlər əsasında hazırlanır. Balıq hansı gün menüdə olsa, plov da menüdə olmalıdır. İndi mənə deyin, balıq varsa bilirsiniz də plov da mütləqdir. Bəs plov varsa, balıq da həmişə mütləqdir olmalıdır, yoxsa yox? Ola da Bəli. bilər. Olmalıdır. olmaya da bilər. Ola da bilər, olmaya da bilər. İndi Niyə? mənə qulaq asın bir dənə. Deyir, müdir işdə olsa, işçi mütləqdir ki, işdə olsun. Bəs işçi işə gələndə müdirin kefi istəyər gələr, kefi istəyər gəlməz. Bu şeyi bir dənə analiz edin düzgün şəkildə. Baxın, balıq hansı gün menüdə olanda mütləq deyib plov da olmalıdır. Amma plov olanda balıq ola da bilər, olmaya da bilər. Ha. Bu şeyi nəzərinizə saxlayın. Dolma hansı gün menüyə salınıbsa, səhər gün menüyə salına bilməz. Bunun birisi də bir gündən bir deməkdir. Toyuq menüyə ancaq salat menüyə salınan gündən sonraki. Yəni, salat olmalıdır ki, menüdə. Sonra nə gəlsin? Toyuq gəlsin. Pul yox. Və bir gün təklif olunan 3 yeməkdən yalnız biri nə edə bilər? Təkrar salına bilər. İndi diqqətli olaq, baxaq, bıraq biləsə bunu balacalaşdı. Deməli, bizə nə deyir? Deyir ki, sualı oxuyaq. Deyir, hansılar, aşağıdakı variantlar hansılar? 2 gün ardıcıl təklif oluna bilər. Oluna bilər. Bilərə də bu qara. Gəlin Y-dən başlayaq. Mənə deyin, Y-də nə səhvdir? Plov olan yerdə balıq olmağı mütləq deyil axı. Niyə mütləq deyil? Burada Yox, salatla yoxdur. toyuq söhbəti Balıq deyil. var. Toyuqla salat Sonraki eyni gün. menüdə olmamalıdır. O düzdür. Bir dəqiqə kim dedisə bilmədim. Burada Mən plov var, balıq onsa yoxdur da. Burada problem yoxdur axı. Amma burada balıqla plov var.
Yəni şərti korlayan o değildi. Bəli, düz dedilər. Toyuq arası. Salatla toyuqdur. Çünki buranı oxu. Deyir toyuq ancaq Toyuq. salatdan sonra menüyə düşməlidir. Anladın bunu? Orası Ha. səhvdir. Bəs D-də nə səhvdir? Dolma səhər günü. Aa, Dalbadan plov Balıqdan sonra olması. toyuq da yoxdur. Görənmədi Zofiya. Dolma salınıbsa dolma səhərsi gün salına bilməz axı. Olmazsa. Yoxdur axı, nə tər oxuyur? Dolma burada var. Burada yoxdur axı. Hardan çıxarsınız o şərti? Balıqdan Yoxdur sonra da. toyuq. D'yə baxıram, mənim üzr istəyirəm. Yox, deyil. D-dan baş. 3 yeməkdən yalnız biri Bir. səhərki menyu Aha, salına bilər, aha, amma burada biri ikisi. tapdı. O. Bəli. 3 yemək, nə deyir burada? Buranı oxuyaq bir dənə. Deyir 3 yeməkdən yalnız biri səhərki menyuya salına bilər. Amma burada birinci gün balıqla plov var. Amma təzədən yenə balıqla plov var axı. Anladınız? Bu şərti korlayır. Bəs C-də nə səhvdir? C-də 2 səhv var. Onunla balığı yoxdur. Plov 2 dəfə varsa dolma. balıq olmalıdır. Balıq varsa Plov plov olmalıdır. Yoxdur. Düzdür, səhvdir bu sual. Bəs başqa nə səhv var burada? Salatdan Dolma sonra 2 toyuq gün olmalıdır. O birisi gün. Dolma Salatdan artıq sonra gələ toyuq bilməz. olmalıdır. Bir dəqiqə izah edeyim. Elə bir şey yoxdur. Toyuq salatdan sonraki gün menyuya salına bilər. Bu Olmalıdır. bilkən nə deməkdir? Burada yox. Hansı gün olursa olsun, amma ümumi səhər gün demir burada. Növbəti günlər salına bilər. Burada səhv odur ki, dolma, növbəti səhv daha doğrusu deyək. Dolma dalbadal salına bilməz. Bildiniz? Nə deyir dolma? Bax, səhər gün düşə bilməz menyuya. Belə. Bəs A-da nə səhvdir? Balık, plov və dolma. O yeməyin 2 gün eyni yeməyin dalbadal menyuda olması. Hardadır ki? Harda dalbadal? Plov birinci gündə var, ikinci gündə də var. Hərdə nə olsun ki? Deyir ki, 3 yeməkdən biri təkrarlana bilər. Heç kim bir dənə o A-dakı səhvi tapamır da. Və siz də tapamayasınız. Bəlkə səhv dediniz. Bəli, çünki cavab A-dır. Mən çaşdım A dedim, B-ni deyəcəkdim. B-dəki səhv nədir? B-də balıq olanda dolma mütləq. Plov Balıq Bəli olmalıdır. də. Düz Plov dedim. yoxdur. Hə, balıq olanda hə, sağın sonrasını səhv dedi. Hə, balıq varsa mütləq plov da olmalıdır. Plov olmalıdır. Anladınız? Bax belə qəşəng Bəli. bir məntiqi sualdır. Cavab burada A bəndidir. Eyni sualın da o dediyim sualda ya onu vəbşə eləmirəm sizə qalsın. Eynidir. Orada da deyir ki hərəsi şey çıxmalıdır. Bizə saniyə bir də hara etdi o sual? Ha 29. Asiyant işləyirlər hərəsi. Bax eyni sualdır bax. Günlar işləsə Elçin də işləməlidir. Amma Elçin işləsə bizdə günlar işləməyə də bilər. Belə bir şeydir. Bu görüb biraz pis görsənsə də bitər elə belə baxarsın. TKDK-nın ən birinci kitabında bununla bağlı bir sual var idi. PDF-də lazım olan yerlər deyirəm. Prosta çox da demirəm ki, sizə də qalsın. Bir saniyə o sualı tapım. Xoşuma gələn sualdır. Hə, bu sualdır. Biraz bu böyüdüm bunu. Deməli, baxın, belə bir sual. Baxın, belə bir sual var. Deyir ki, modelyerin 7 dənə geyimi var. Amma yalnız 5-ini nümayiş etdirə bilər. Ya D, ya da ki G mütləq nümayiş olunmalıdır. Amma müsabiqədə hər ikisi nümayiş oluna bilməz. Bilirsiniz də o şey nə deməkdir? İkisindən mütləq biri olacaq. Deyir F nümayiş olunsa əsas budur. Mütləq C də nümayiş olunmalıdır. Amma B nümayiş olunsa D nümayiş olunmamalıdır deyir. Və modelyer qərarı alır ki, A-nı, B-ni, Y-ni nümayiş elətdirsin. Və digər deyil 2 dənəsi hansı ola bilər? Çox G az, olacaq heç kim canlı heç nə deməsin. 1-2 dəqiqə vaxt verirəm. Sərbi, amma canlı deməyin. Mesaj yerinə tapan desin cavabı. Bu qədər şey yazdım, qalan sizlikdir. Fikirləşin, tələsməyin.
Yəni mətnin özündə deyil cavabı. Deməli, cavab mətnin özündə deyilsə, cavab sən nə götürmüsən? Denən mətnin özündə deyilsə. Denən cavabını. Problem o E bəndi. Dəhşətdir. Dəhşət. Gör hamısı nətər eybəndi yazıb. Ya, mən Anlasın. biri G mütləq olmalıdır orada. D'ləri çıxacaq, D'ləri. Nəysə, nəysə, lazımdır. Qalanı mənlikdir. Ürəyim ağrıdı. Mən sizə yazdım. Hanı yazmısan? Bu görüm. Bir- Ana. Mən Ya, fikirləşdim. fikirləşdim, daha doğrusu Ya. yadımdan çıxıb yazdım. Getdi o şey. İndi mənə qulaq asın. Çox qəşəng sualdır, xoşuma gəlir. Çünki Y deyənlər çox olur deyənə həmişə bu sualdan xoşuma gəlir. Baxın, deyir ki, F nümayiş olunsa mütləq S də olmalıdır. Amma bəs burada bu şərtə necə baxmamısınız? Deyir ki, ya D, ya da ki G mütləq nümayiş olunmalıdır. Nətər oxuyursunuz bunu? Və burada verib ki, B nümayiş olunsa, nə nümayiş olunmamalıdır? D. D'ni D çıxar. nümayiş olunub da burada. Onda D mütləqdir ki, nümayiş olunmamalıdır. Bəs yaxşı, bizə demir ki, bunlardan ikisindən biri mütləq nümayiş olmalıdır. Bu şərti niyə oxumursunuz ki, siz bir saatdır? Yəni, bunların biri 100% nədir? G-dir. G olacaq. Bəs mən 2 G. dəqiqə əvvəl sizə nə baş saldım? F nümayiş olsa S də olunmalıdır. Mən bura F yazsam S də gələcək. Olacaq 6 dənə. Bəs yaxşı, S nümayiş olunsa F olunmalıdır, mütləqdir. Hə, Yox, amma F o da yoxdur. bilər. Yox, mütləq deyil. Ona görə cavab S bəndidir yoldaşlar. Siz bunu düzgün oxumamısınız. Burada bu yazıq deyir axı. Deyir ki, ya D, ya da ki G mütləq nümayiş olmalıdır. İkisindən biri. Amma hər ikisi ola bilməz. Bu da yazıq deyir ki, B nümayiş olsa D olunmamalıdır. D-ni silən kimi mütləq şəkildə burada ikisindən biri G gəldi. Əsas cümlə budur. F nümayiş olsa S də olunmalıdır. Mən bura F yazamazdım. Amma S yazanda F nümayiş olunmaya da bilər. Ona görə inanıram ki, xoşunuza gəldi. Mən orada G-ni tapdım, amma F nümayiş olunsa, S də olunmalıdır deyirsə, A, B, Y-ni veribsə, mən F Bəli. yoxdur deyə S-ni avtomatik Bayaq çıxdım. da ona görə dedim də. Burada Bayaq o birisində də o səhv elədim yeməklərdə. Məsələn, bu olsa salat toyuq məsələsində. çoxunuz niyə pis elədiniz? Mənə heç olmasa bunu deməliydiniz ki, müəllim, bəs 6 dənə tapıram axı. G mütləqdir, F varsa S də olacaq. Siz yeni yapışdırmısınız buradakı şərti oxumadan. Müəllim, mən birisini başa düşmədim. Burada S və G variantda yazılıb. Yəni S birinci, sonra G o mənada gedir, o ardıcıl. Ardıcıl söhbət deyil burada. Burada Və deyirsiniz ki, F varsa mütləq S də olmalı, düzdür. S varsa F olmaya da bilər. bəli. Bəli, eləymiş. F varsa mütləq nə olmalıdır həmin yarışda, həmin müsabiqədə? S. S də S olmalıdır. olmalı. Yəni ardıcıl olur, olmur, onun aidiyyəti yoxdur. Amma Başa düşdüm. amma tərsinə olsa, yəni bura mən F yazsaydım vara, milyard var S də gəlməli idi. Amma ona görə mən nə yazdım bura? S yazdım ki, S varsa heç yerdə o şərti demir ki, S də olanda F də olmalıdır. Bayaq dediyim məsələ budur. O müdir işdə olanda işte. Bax bu misalda biraz diqqətli olun belə. Oradan izah eləmirəm. Bir də ki, imtahana bu sual düşdü. Faiqin dostu. Özü təzə qəbuldadır bu sual. Amma yaxşı sual kimi qəbul edirəm, çox var. Amma sadəcə izah eləmək istəyirəm ki, hər şey sxem deyil. Sxem ancaq o verir, bayaq kimi. Bu ixtisasa malikdir. Bu nə su burada yerləşir, bu burada yerləşir. Deyir ki, 2 dənə bir şirkətin işçiləri digər şirkətin işçiləri. Məsələn, A şirkəti var, B şirkəti var. Bir-birlərinə dostluq etmirlər. Yalnız deyir, öz aralarında dostluq edirlər. İndi faiqlə natiq dostdurlar. Bunlar hansı şirkətə yazar? Eyni şirkətə, yoxsa fərqli şirkətə? Eyni şirkət. Mütləq. Ancaq deyir, bir şirkətin işçiləri bir-birinə dostdur. Yunusun bir dostu var, ipucu deyil. Səfərlə İlqar dostdular. Hərəsi neysə, bir Dost şirkətə deyillər. yazıram. Fərqli. Dost deyillər. Dost deyil. Hərəsi bir şirkətə yazıram. Bilmirəm, ha, Səfər İlqar hardadır. Nəysə, dursun orada. Rəsulla Yunus dost deyirlər. Bunlar da hərəsini bir şirkətə yazıram. Qulaq asın. Amma Yunusun bir dostu Qulaq asın da, bir dənə qulaq asın, izah edeyim. Bir dənə heç kim heç nə danışmasın. Hamısını nə deyir, olduğu kimi yazıram. Yəni səhv heç nə yazmamışıq. Səfərlə İlqar dost deyirlər, olduğu kimi yazmışam.
Rəsulla Yunus dost deyirlər, olduğu kimi yazmışam. Özü çıxacaq da narahat olmayın. Deyim Natiqlə İlqar dostdular. Artıq bu səfər İlqar məsələsini İlqara hara keçirdilər? Natiqin yanına. Bir saniyə. Bura. Səfəri hara atıram? Bura. Ki Natiqlə deyir İlqar nədir? Dostdular. Rəsul da Faiqin dostudur. Bunu ki dəyişmirəm, düzdürmü? Rəsul da nədir? Faiqin dostudur. Belə, şərt bitdi. Bitəndən sonra sualınıza baxsınız. Faiqin şirkətdə neçə dostu var? Neçə dostu olacaq? 3 dostu. Olacaq. Yəni qeyri-adi bir şey deyil. Sadəcə deyir ki, eyni dostlar bir şirkətdədir. Dost olmayanlar da fərqli şirkətdədir. Əslində heç bu sualda kim kimin dostudur məsələsindən də lazım deyildi. Nə mənada? Hərəsi bir şirkətdədirsə, onsa Faiqin dostlarından ya Səfər olacaqdı, ya da İlqarda. Bizdən adlarını soruşma. Amma deyə bilərdi ki, Faiqin dostları kimlərdir? Bildiniz, mən ona görə izah elədim. Onu soruşsaydı, Natiq, İlqar və Rəsul Faiqin dostlarıdır. Belə. Fevral 16-sı deyəsən düşmüşdü bu. Sual. Belə. Bir saniyə bir dənə. Eşəmənlə bir dənə bir şey soruşacağım. Bizim informatika